Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump keçmiş müttəfiqi milyarder Elon Musk'la danışmaqdan qəti şəkildə imtina edib. Musk'la potensial barışıq barədə soruşan jurnalistlərə Ağ Ev rəhbərinin cavabı belə olub. Onun problemi var, yazıq adamın problemi var, Amerika lideri istehza ilə deyib. ABŞ rəhbəri bildirib ki, onu davadalaş maraqlandırmır. Əvəzində bugünlə bağlı iqtisadiyyat və bu kimi məsələlər haqqında danışmaq istəyir və artıq Elon haqqında düşünmür. Xatırladaq ki, iyunun 5-də Trump və Musk sosial şəbəkələrdə bir-birinə qarşı sərt ittihamlar səsləndiriblər. İş adamı bildirib ki, onun dəstəyi olmasaydı, Trump sonuncu seçkilərdə qalib gələ bilməzdi. O, Donald Trump'ın impeachmentinə çağırış edib. Həmçinin prezidentin tətbiq etdiyi idxal rüsumlarını tənqid atəşinə tutub. 2025-ci ilin ikinci yarısında Amerika iqtisadiyyatı üçün tənəzzül proqnozlaşdırıb. ABŞ prezidenti isə Musk'ı onun şirkətləri ilə bağlanan hökumət müqavilələri və vergi subsidiyalarını ləğv etməklə hədələyib. Bildirib ki, Musk departamentin işinə nəzarət edən zaman vəzifələrini effektiv yerinə yetirməyib və ağlını itirib. Bu arada sözü gedən qalmaqal maliyyə bazarlarına da ciddi təsir edib. Tesla'nın səhmləri 17, Trump'ın media şirkətinin səhmləri isə 8% dəyər itirib. Bundan əlavə, Trump'ın meme-coin'inin dəyəri 10% ucuzlaşaraq dövlət başçısının sərvətini təxminən 900 milyon dollar azaldıb. Daha əvvəl Bloomberg, Trump'la münaqişə səbəbindən Tesla şirkətinin səhmlərinin düşməsinə görə milyarderin bir günə təxminən 34 milyard dollar itirdiyini yazıb. Politika isə xəbər verib ki, Ağ Ev rəhbərinin müşavirləri gərginliyə son qoymaq istəyirlər. Onlar Trump və Musk arasında telefon danışığını təşkil etməyi planlaşdırırlar. Tanınmış respublikaçı politoloq və strateq Stephen Bannon isə tamamilə əks çağırış edib. Trump Musk'ı ABŞ-dən deportasiya etməlidir. Bannon deyib ki, ABŞ hökuməti onun immiqrasiya statusu ilə bağlı rəsmi araşdırmaya başlamalıdır. Mən qəti şəkildə inanıram ki, o qeyri-qanuni mühacirdir və dərhal deportasiya olunmalıdır. Bannon həmçinin dünyanın ən zəngin adamının biznes imperiyasına dəstək verən bütün dövlət subsidiyalarına və müqavilələrə son qoymağa çağırıb. Ruqiyyə Nəcəfli, Hüma Cəfərova, Mira TV.